Hazırki dövrdə SMM ən gəlirli sahələrdən biridir. Bəs bu sahəni əhəmiyyətli edən nüanslar nələrdir? Sosial media yalnız şəkil və video paylaşmaqdan ibarət deyil. Bugünkü dünyada SMM hər biznesin uğur qazanmasında mühüm rol oynayır. Bəs SMM konkret hansı işləri görür? 1. Brend görünürlüyü. Sosial media vasitəsilə brendin adı daha çox insana çatır və tanınır. 2. Müştəri əlaqəsi. SMM hədəf kütlə ilə birbaşa əlaqə qurmağa imkan verir. Yaratdığı kontentlər vasitəsilə onların suallarını cavablandırır və etibar yaradır. 3. Satışa dəstək. Hər paylaşım və kampaniya düzgün planlanarsa, məhsul və xidmətlərin satışı artır. 4. Analiz və optimizasiya. SMM alqoritmanı düzgün izləyir və strategiyanı ona görə planlayır. 5. Rəqəmsal trendə uyğunlaşma. Trend və platforma dəyişikliklərini izləmək, brendi aktual və rəqabətə davamlı saxlayır. Nəticədə peşəkar SMM olmadan bir biznes özünü rəqəmsal dünyada düzgün tanıda bilmir. Bu səbəbdən SMM sahəsi bu qədər əhəmiyyətli və gəlirli sahələrdən biridir.